Salam dəyərli şagirdlər. Bugünkü videomuzda sizə Cəlil Məmmədquluzadənin yaradıcılığından bəhs eləyəcəyik. Deməli, başlayaq izahımıza. Bizim istifadə elədiyimiz kitab Envi Akademiyanın kitabıdır. Tövsiyə olunan kitabdır. Yəni alsanız, əminliklə deyə bilərəm ki, peşman olmayacağınız bir kitabdır. Deməli, başlayaq. Bunu niyə deyirəm? Çünki bu kitabda hər şey əhatəli şəkildə, aydın şəkildə izah olunub. Digər kitabları pisləmək deyil məqsəd. Sadəcə mən istifadə etdiyim kitablarda, məlumatlarda yanlışlıqlar olurdu bəzən və bundan başqa qısa şəkildə verilirdi, konspektləşdirilmiş şəkildə verilmirdi və bu da abituriyent üçün öyrənməkdə çətinlik yaradır. Buna görə də sizə tövsiyəm bu kitabdan istifadə etməyinizdir. Keçək dərsimizin izahına. Deməli, Cəlil Məmmədquluzadə 1868-ci ildə dünyaya gəlmişdi və 1932-ci ilə qədər ömür sürmüşdü. Deməli, Cəlil Məmmədquluzadənin yazdığı ədəbi növ və janrlara baxaq. Epik növ və dramatik növlərdə yazmışdı. Bu yazıçımız lirik növdə yazmamışdı. Lirik növdə əsəri yoxdur, lirik növdə yazmayıb. Epik növdə yazdığı əsərlərinə hekayə və povestləri daxildir. Baxaq, bunlar hansılardır? Bunlara baxmazdan əvvəl bunu da qeyd edək ki, dramatik növdə yazdığı əsərlərdə tragikomediya və dram əsərləri daxildir. Hekayələrini iki yerə bölürük biz, hansı ki, Sovetdən əvvəl yazdığı hekayələr və Sovet illərində, Sovet dövründə yazdığı hekayələrə. Baxaq görək Sovet hakimiyyətindən əvvəl nələr yazıb. Sovetdən əvvəl Poçt qutusunu yazıb, Kişmiş oyunu, Usta Zeynal, İranda Hürriyyət, Xanın təsbehi, Konsulun arvadı, Molla Fəzləli və Qurbanəli bəy 1907-ci ildə. Bu əsərlərini Sovet hakimiyyətindən əvvəl yazmışdı. Poçt qutusu əsəri 1903-cü ildə qələmə alınmışdı. Deməli, və Qurbanəli bəy əsərini də 1907-ci ildə, ondan 4 il sonra qələmə almışdı. Sovet hakimiyyət dövründə yazdığı hekayələrə İki ər, Qiyamət, Şeir bülbülləri, Sirkə, Qəza müxbiri, Ucuzluq, yəni adlarına da baxdığımız zaman elə bizə Sovet dövrünü xatırladan şeylər görə bilirik. Məsələn, bunları yadda saxlamağın yollarını sizə izahımızın növbəti hissəsində də deyəcəm. Burada da məsələn bəzi şeylər deyim ki, məsələn İki ər Sovet hakimiyyət dövründə biz kimin təsiri altındaydıq? Rusların və İki ər, yəni bizim xalqımıza xas bir xüsusiyyət deyil də, yəni ruslara xas bir xüsusiyyətdir. Yəni yad bir adət-ənənədir. Ona görə də bu cür yadda saxlaya bilərsiniz. İki ər əsəri rusların hakimiyyəti altında olduğumuz dövrdə Sovet hakimiyyəti illərində yazılmış bir əsərdir. Bundan başqa Qiyamət əsəri. Yəni bir xalq başqa bir dövlətin, federasiyanın tərkibindədirsə, ona tabedirsə, yəni bu xalqın azadlığı, hürriyyəti yoxdursa, deməli qiyamət qopur da, başa düşürsünüz. Ona görə də bu Qiyamət əsərini də yadda saxlayın ki, bu Sovet hakimiyyət dövründə yazılmış bir əsərdir. Şeir bülbülləri əsərinə baxaq. Şeir bülbüllərini necə yadda saxlayaq uşaqlar? O dövrdə bilirsiniz ki, insanlar açıq şəkildə fikirlərini ifadə edə bilmirdi, hökumətə qarşı çıxa bilmirdi və əsərlər, demək istədiklərini şeirlərdə qeyd edirdilər. Yəni bülbül də bilirik ki, xoş avazlı bir quşdur da, nəyisə çatdırmağa çalışır, nəsə oxuyur, başa düşürsünüz? Deməli, bu şeir bülbüllərini də elə yadda saxlayın ki, yəni insanlar deyə bilmədiyi şeylər, yəni bülbüllər, şairlər də, yəni belə yadda saxlayın, deyə bilmədikləri şeyləri şeirlərlə insanların nəzərinə çatdırmağa çalışır da bu dövrdə, düzdür? Sonra repressiya qurbanları və s. Yəni insanlar bu şəkildə çatdırmağa çalışırdılar. Belə yadda saxlayın ki, bu əsər də Sovet hakimiyyət dövründə yazılmış bir əsərdir. Daha sonra Sirkə əsəri. Deməli, bu Sirkə necə yadda saxlayın? Sirkə turş bir şeydir də, düzdür? Yəni bəzən insan xoşuna gəlməyə bilir də onun dadı. Düzdür, yəni çox müalicəvi, xeyirli bir şeydir sirkə, amma bəzən onun qoxusu xoş təsir etməyə bilir insanlara. Yəni Sovet də belə idi. Sovet insanlara xoş təsir eləmirdi. Başa düşürsünüz? Belə kodlarla yadda saxlamağınızı istəyirəm. Yəni yoxsa əsərləri biz yazıçıların hər birinin də bizə düşən yazıçıların hər birinin həyatını öyrənirik. Belə deyək ki, yaradıcılıqlarını öyrənirik və biz onları qarşılara bilirik. Bundan başqa bir var Sovet hakimiyyət dövründə, bir var ondan əvvəl. Ona görə də belə kodlarını yadda saxlamağınızı istəyirəm.
Qazan müxbiri əsərinə baxaq. Deməli, Qazan müxbiri düşünün də elə Sovet dövrü, yəni qəza da, yəni o mənaya gəlir, xoş olmayan bir şeyləri başa düşürsüz. Yəni Qazan müxbiri belə yadda saxlayın. Bundan başqa ucuzluq. Ucuzluğu necə yadda saxlaya bilərsiniz? Belə yadda saxlayın ki, məsələn, yaşlılar bəzən kiminsə evində yaşlı varsa deyir ki, məsələn, Sovetin vaxtında belə deyildi, Sovetin vaxtında ucuz idi hər şey. Məsələn, istədiyin şeyi ucuz şəkildə ala bilirdin və sair belə şeylər deyirlər də, düzdür? Belə şeylərlə yadda saxlayın ki, bu ucuzluq əsəri Sovet dövründə yazılmış bir əsərdir. Deməli, bu əsərləri belə yadda saxlayaq. Növbəti hissəsində gələcəyik. Məsələn, bu hissələrdə, əsasən bu hissələrdə yenidən təkrar eləyəcəyik. Deməli, bundan başqa povestinə baxaq biz yazıçının. Hansı povesti var? Danabaş kəndinin əhvalatları povesti var. Bir də əsər var. O əsər Danabaş kəndinin məktəbi əsəridir. Danabaş kəndinin məktəbi. Belə bir əsər də var. Bu əsər hardadır? Bu əsər buradadır. Bu əsər 1921-ci ildə yazılıb və dram əsərdir. Deməli, hansı əsərimiz bizim povestidir? Povestimizə bir əsər daxildir. O da Danabaş kəndinin əhvalatıdır. Əhvalat olan povestdir. Belə yadda saxlayın. Məsələn, burada var, povest. Burada əhvalat yəni belə tərsinə çevirmiş. Yəni belə bir şeyləri yadda saxlayın. Yəni əhvalat olan povestdir. Amma məktəb olan isə dram əsəridir. Deməli, başqa hansı dram əsərləri var? Çay dəstgahıdır. Bundan başqa Çişmiş oyun əsəri var, 1892-ci ildədir və Kamança. Bundan başqa da bu Danabaş kəndinin məktəbi əsərləridir. Deməli, bu dramlar hansıları oldu? Bir daha təkrarlayaq. Çay dəstgahı əsəri, deməli, 1898-də yazılıb. Çişmiş oyunu əsəridir, 1892-də yazılıb. Kamança 1920-də, Danabaş kəndinin məktəbi də 1921-ci ildə yazılmış bir əsərdir. Bunların məzmunu haqqında da məlumat verəcəyik. Deməli, bu yazıçı nəzm və nəsrlə yazmışdı. Yəni, hər ikisində yazıbdı. Həm nəzmlə, həm nəsrlə yazıbdı. Epik və dramatik növlərdə yazmışdı. Hansı növdə yazmamışdı uşaqlar? Lirik növdə yazmamışdı. Yəni, lirik növdə əvvəldə dedik, lirik növdə yazmayıb bu yazıçı. Epik növdə yazdığı əsərləri dedik nə daxildir? Deməli, hekayə və povest daxildir. Povestində neçə povesti var? Bir povesti var. Hansı povesti? Baxın, Danabaş kəndinin əhvalatları 1894-cü il. Bəs hekayələri neçə qrupa bölünür? Hekayələri burada sizə demişdik. 2 yerə bölünür. O da hansı ki, Sovet hakimiyyətindən əvvəl yazılanlar və Sovet hakimiyyəti dövründə yazılanlardır. Adlarını dedik. Aşağıda bir daha sizin üçün təkrar eləyəcəm. Məzmunlar haqqında məlumat verəcəm. Dramatik növdə yazdığı əsərlərində dedik, hansıları idi? Dramatik növdə bu əsərlərdir və bunların deməli, illərini də burada bizə qeyd edib ki, hansı illərdə yazılmışdır. Bundan başqa ədəbiyyatımızda ilk tragikomediyanın müəllifidir. Kimdir bu? Cəlil Məmməd Quluzadədir. Mənzum dramaturgiyanın banisidir. Bundan sonra ədəbi məktəb yaratmış satirik jurnalın Molla Nəsrəddinin təsisçisi olmuşdur. Kiçik adamın böyük ədəbiyyata ilk əhatəli gəlişi onun adı ilə bağlıdır. Və bu cümlə belə də imtahana düşə bilər. Məsələn, orada bu cümləni tutaq da verər sualda. Bizə variantlarda verər Hüseyn Cavid, Əhməd Cavad, Mirzə Ələkbər Sabir. Yəni bilməyəni çaşdırmağa nə var ki? Yəni bilməyəcək uşaq da götürəcək onlardan hər hansı birinə də bunu qarışdırmaq olar, nə bilim də, yəni ola bilməyəsi, ya nəsə. Belə şeylərdə uşaqlar ümumiyyətlə demək istəyirəm ki, yadınızda saxlayın. Kiçik adamın böyük ədəbiyyata ilk əhatəli gəlişi onun adı ilə bağlıdır. Yəni kimin adı ilə? Cəlil Məmməd Quluzadənin adı ilə bağlıdır. Və o kiçik hekayənin böyük ustadıdır. Bu kimdir? Cəlil Məmməd Quluzadədir. Bunları yadda saxlayın uşaqlar. Deməli, o zamanki Azərbaycan kəndinin vəziyyətini, kəndlisinin məişətini, həyat tərzini, düşüncəsini və parlaq boyalarla əks etdirən Danabaş kəndinin əhvalatları povestində ciddi ictimai problemlər qaldırılmışdır. Bu əhvalatlarıdır. Yəni məktəb olan nə idi? Məktəb olana demişdik ki, dramdır. Danabaş kəndinin əhvalatları isə povestdir. Uşaqlar, bunları qarışdırmayın. Bu problemlər insan talelərinin yığcam, amma ibrətamiz təsviri ilə diqqətə çatdırılır. Yazıcı povestdə xarakter, davranış və həyata baxışı ilə bir-birindən kəskin fərqlənən surətdə qrupu yaratmışdır.
Bunlardan biri hakim təbəqəni və onun əlaltılarını təmsil edir. İkinci qrup yoxsul və hüquqsuz insanlardan ibarətdir. Deməli, birinci qrup sadə insanların üzərində ağalıq edir, ədalətsiz, zorakı əməlləri ilə müdafiəsiz insanların haqqını tapdalayır, hər cür zülmü onlara rəva görür. Xeyirxah Məhəmməd Həsən əmi və qeyrətli Zeynəb Xudayar bəyin zülmünə tuş gələnlərdəndir. Qılavaya, Qazıya, digər hakimiyyət adamlarına arxalanan Xudayar bəy çatdası olduğu kənddə kim istəsə cəzalandırır, nə Məhəmməd Həsən əmi, nə güclü iradəsi olan Zeynəb ona müqavimət göstərə bilir. Milli mənəvi dəyərlərdən üz çevirən Xudayar bəyin öz ailəsindəki davranışını heç bir əxlaq çərçivəsinə sığmır. Deməli, bu Xudayar bəyi mənfi surət olaraq görürük biz əsərimizdə. Bu əsərdə deməli, dediyimiz kimi insanlar iki qrupa ayrılırlar. Bunlar da hansı ki, birinci qrup sadə insanlardır. Birinci qrup sadə insanlar üzərində ağalıq edənlərdir. Deməli, digəri isə hakim təbəqə idi. Bu da hakim təbəqə bu kasıb insanlara zülm edənlərdən idi. Burada da biz baş obraz olaraq kimi görürük? Biz burada Xudayar bəyi görürük. Xudayar bəy Məhəmməd Həsən əmi var idi. Bu belə deyək ki, buna da zülm eləyirdi və Məhəmməd Həsən əmi ona qarşı gələ bilmirdi və bu kənddə güclü iradəli olan bir Zeynəb var idi. Bu Zeynəb də ona qarşı gələ bilmir və kiçik bir məlumat da sizə verim ki, bu Xudayar bəy bu kənddə dediyimiz kimi deməli, zorakı əməlləri ilə tanınırdı da. Bundan başqa insanların haqlarını tapdalayırdı və s. İnsanları da deyək ki, cəzalandırırdı. Bu deməli, qazılar, din xadimləri də elə buna yaltaqlıq eləyirdilər, bunun tərəfində idilər və s. Yəni pul varsa onun tərəfində idilər. Buna görə də bu Zeynəblə məcburi şəkildə Zeynəbi özünə kəbinləmişdi onlar tərəfindən. Deməli, bundan başqa, yəni belə zorakı bir insan idi. Yəni burada ona görə qeyd eləyir ki, deyir ki, qeyrətli var, burada yazıb uşaqlar. Yazıb ki, deyir qeyrətli Zeynəb belə Xudayar bəyin zülmünə tuş gələnlərdəndir. Amma bir şey deyim indi sizə. Bu əsərimizdə olan Xudayar bəy gerçək həyatda olmuş bir obrazdır, amma o belə naqis əməlləri ilə tanınan bir obraz olmayıb. Əslində gözəl, xasiyyətli, yumşaq təbiətli bir insan olubdur. Yəni yaxşı bir insan olub. Onu nəzərinizə çatdırmaq istəyirəm. Sadəcə bu əsər yazıldığı dövrdə deməli Cəlil Məmmədquluzadə həmin adamdan soruşur ki, bəs əsər yazıram, səni isə orada belə bir insan kimi qələmə verəcəm də. Bəs buna sənin razılığın var yoxsa yox? O da razılıq verdikdən sonra belə, yəni mənfi surət olaraq əsərdə yer alıb. Halbuki həmin insan gerçəkdə o qədər, yəni elə bir insan olmayıb, başa düşdünüz? Deməli, kiçik həcmli hekayələrində ciddi ictimai mətləbləri, cəmiyyətə düşündürən mühüm sosial, siyasi məsələləri adi məişət mövzusu zəminində böyük sənətkarlıqla ifadə etməsi Cəlil Məmmədquluzadə yaradıcılığının özünə məxsusluğudur. Adi poçt qutusuna istifadə qaydasını bilməkdən məhrum olan Novruzəli var idi. Bu hardaydı? Poçt qutusu əsərindədir. Poçt qutusunu biz bayaq sizlə dedik. Uşaqlar hardaydı? Baxın. Poçt qutusu əsəri 1903-cü ildə yazılıb. Sovet hakimiyyətinin əvvəl yazılmış bir hekayədir və bu hekayədə bizə nə deyir? Novruzəli var idi. Bu Novruzəli poçt qutusuna istifadə edə bilmir. Yəni deyir ki, adicə poçt qutusuna istifadə etməyə bilməkdən məhrum olan Novruzəlinin əhvalatından bəhs eləyir. Apar poçt qutusuna məktub qoyur, deyir ki, ağam bunu gətirir. Sonra oradan postalyon gəlib poçt qutusundan onu götürəndə ki, aparsın, yəni mənzil başına çatdırsın da. Aparanda tutur ondan alır, döyür və s. belə şeylər baş verir orada. Yəni adicə istifadə qaydasını belə bilmir. O orada oturub gözləyir ki, elə bilir cavab gələcək də məktubu atandan sonra. Belə. Məfhumatın təsiri ilə aciz bir vəziyyətə düşmüş Usta Zeynal var idi. Bu Usta Zeynal əsərdə elə. Uşaqlar, bu əsər hansı dövrdə yazılmışdı? Sovetdən əvvəl yazılıb. Sovetdən əvvəl. Bu əsərlər elə bu poçt qutusuz budur. Ya bunlar Sovetdən əvvəl yazılmış əsərlərdir. Sadəcə hər dəfə hər əsər dedikdə yadınıza salıram ki, yaradıcılıqları öyrənmək bəzən uşaqların gözündə ağır bir şey kimi görünür. İstəyirəm ki, sizin üçün bunları asanlaşdırım. Yəni daha çox təkrarlayım, daha çox deyim ki, sizin yadınızda qalsın. Deməli uşaqlar, Usta Zeynal əsərində nədən danışır? Bu Usta Zeynal elə bil ki, bir erməni ailənin evində işləyir. Bu bildiyimiz kimi usta olur. Orada bunun nəsə belə deyək də rəngini sürtür və yaxud nəsə də bir orada işini gördüyü bir qab olur. Bu qab halbuki baxmayaraq bu
erməni ailənin evində qalır. Yəni usta da onun evində qalır, onun yeməyini yeyir. Hətta onlar onun üçün siqaret alırlar və sair bu kimi şeylər. Yəni onlardan alır da bunları, başa düşürsüz? Yəni onlar ödəyir bunun pulunu. Amma digər ki, bunları qoyur bir kənara. Bir dəfə bunun qabda elə bil bu boyanımı, yoxsa orada həll elədiyi məhlulu qarışdırmaq istəyəndə bu çaşır, həmən erməninin qabında qarışdırır da. Yəni həmin onun vedrəsindəmi, nədəsə bir şeydə qarışdırır. Və bu da sonra fikirləşir ki, mən malıma haram qatdım, mən erməninin qabında bunu elədim. Ona görə də bu burdan çıxır gedir. Yəni əsər budur. Burdan çıxır gedir. Yəni fikirləşmir ki, mən bu erməninin evində çörək yeyirəm, mən bu ermənindən hər şey alıram, mən yemək içməyimi, nə bilim olsun siqaretimi bu alır. Bunun evində qalıram. Digər ki, gəlir bir dənə qabı qarışdırmaqda bu çıxır gedir. Yəni əsər budur. Burada deyir ki, mövhumatın təsiri ilə aciz vəziyyətdə düşüb. Yəni mövhumat o demək istəyir ki, yəni bu adam yəni əgər sən belə ermənidən heç nə almırsan, nə bilim də erməninin əl dəyən şeyi mundar hesab eləyirsənsə, sən bəs niyə onun evində yemək yeyirsən? Niyə onun evində yəni ondan nələrsə alırsan və s. də belə şeylər. Aha. Daha sonra uşaqlar, bir dəqiqə. Deməli, mühüm siyasi hadisələr, inqilabi mübarizələr növündə yaşasa da, hürriyyət kəlməsini yenicə eşidən qəflət yuxusundan ayılmayan Kərbəlayı Məhəmmədəlinin İranda hürriyyət və digər kiçik adamların taleyi, hüquqlarının müdafiəsi vətəndaş sənətkarı ciddi düşündürmüş və narahat etmişdir. Bu Kərbəlayı Məhəmmədəli də elə mövhumatın təsirinə düşmüş bir insandır və bu İranda hürriyyət əsərinin qəhrəmanıdır. Qəflət yuxusundan ayılmayıbdır. Azərbaycan qadının faciələrlə dolu həyatı və bunun səbəbləri humanist yazıçının hekayələrində hansı hekayələrdə var? İranda hürriyyət, Xanın təsbihi, Konsulun arvadı və Molla Fəzləli əsərlərində ardıcıl yerinə yetirilən mühüm problemlərdəndir. Deməli, qadının faciələrlə dolu həyatı hansı əsərlərdədir? İranda hürriyyət. Deməli, hürriyyət sözündən görə bilərsiniz də, yəni qadın nə istəyir? Azadlıq istəyir. Hürriyyət də nə deməkdir? Burada yazılıb da, burada. Hürriyyət, azadlıqdır, düzdür uşaqlar? Ona görə belə yadda saxlayın. Qadının faciələrlə dolu həyatı, İranda hürriyyət. Deməli, bundan başqa Xanın təsbihi, deməli, Konsulun arvadı və Molla Fəzləli əsərlərində yer almışdı. Bəzi dırnaqarası mollalar olur, xanımlara zülm eləyirlər. Yəni əslində İslamın qoyduğu qayda bu deyil də. Yəni bildiyimiz kimi İslam qadına böyük bir dəyər verir, amma bəzi dırnaqarası mollalar bunu əks şəkildə anlayaraq qadınlara zülm eləyirlər. Yəni belə yadda saxlayın da uşaqlar. Yəni Molla Fəzləlində o cür bir şey kimi. İndi əsərin özü haqqında indi yalan deməyim də, məsələn, məlumatım yoxdur. Əsərin özündə nə danışır. Lakin mən sizə adı ilə kod şəkildə yadda saxlamaq üçün belə bir şey deyirəm ki, yadda saxlayın ki, qadın həyatının faciəsindən danışır. Başa düşdünüz? Konsulun arvadı əsərində onsuz da arvad sözü var. Yəni buradan fikirləşin ki, qadının faciələrinin həyatı. Məsələn, bəzən konsul da məsələn vəzifəli adamdır. Vəzifəli adamlar da bəzən ailəsinə qarşı yaxşı olmaya bilir. Xanın təsbihi əsərdir və İranda hürriyyət əsərləridir. Bunları da dedik. Onun qadın qəhrəmanları çox güclü qüvvələrlə qarşı-qarşıya gəlirlər. Onlar bəzən ədalətsiz hakimiyyət nümayəndələrinin, bəzən də ikiyüzlü qazı və mollaların təqiblərinə məruz qalırlar. Baxın, görürsünüz uşaqlar burada da qeyd edilibdir. Yazıçının Sovet hakimiyyəti illərində yazdığı hekayələr mövzuca rəngarəngdir. Buradan artıq biz gəlirik yazıçının Sovet dövründə yazdığı əsərlərə. Bunlar Sovetdən əvvəl yazılanlar idi. Uşaqlar burada da qeyd olunur. Sovetdən əvvəlki yazılan əsərləri bunlar idi. Hansı əsər idi? Sovetdən əvvəl yazılanlar. Uşaqlar qayıdıram bura, tezdən təkrar eləyirik. Sovet hakimiyyətindən əvvəl yazdığı hekayələr. Baxaq görək hansılardır. Gəlmə rəngini dəyişim. Daha bizim üçün yaxşı olsun. Deməli, Sovet hakimiyyətindən əvvəl yazılanlar hansılardır? Uşaqlar, Poçt qutusu. Poçt qutusu 1903-cü ildə yazılıb. Burada nə danışırdı uşaqlar? Burada Novruzəli obrazı var idi. Niyə belə olur? Novruzəli obrazı var idi. Bu Novruzəli nə idi uşaqlar? Yadınıza salın. Novruzəli bildiyimiz kimi deməli cahil bir insan idi. Gedir poçt qutusuna postu qoyur. Daha sonra üzr istəyirəm, məktubu qoyur. Daha sonra postalyon gəlib götürəndə onu döyür ki, bəs bunu niyə götürürsən? Cavab gələcək, mənim ağamındır və s. belə elə. Yəni bu cür bir şeydir. Uşaqlar poçt qutusu, yəni Sovetdən əvvəl yazılan bir şeydir. İnsanlar cahil idi, cəhalət içindəydilər. Belə yadda saxlayın uşaqlar, Sovetdən əvvəl yazılıb. Aha, Kişmiş oyunu əsəri var. Bunu nə sevmədim bu qədəmi. Gəlin bundan yazaq. Görək bu necədir. Kişmiş oyunu əsəri var.
Sovetdən əvvəl yazılıbdır. Usta Zeynal əsəri var. Usta Zeynal dediyimiz kimi, yəni bu erməni ailəsində baş verən hadisə idi. Haçan yazılıb uşaqlar? Sovetdən əvvəl yazılıbdır. İranda hürriyyət nədən bəhs eləyirdi? Uşaqlar, İranda hürriyyət oydu ki, qadın faciəsindən, yəni qadının faciəli həyatından danışırdı. Sonra Xanın təsbihi əsəri idi. Uşaqlar, deməli, o da qadının faciəli həyatından danışır. Konsulun arvadı, arvad sözünə demişdim, yadda saxlayın uşaqlar. Molla Fəzlənin sizə demişdim ki, yəni bəzi dırnaqarası mollalar qadınlara zülm eləyir, faciə törədir. Belə yadda saxlayın. Və Qurbanəli bəy əsərini də biz sizlə onsuz da keçəcəyik. İnşallah elə izahını da yerləşdirəcəm onun da. Qurbanəli bəy əsərində belə yadda saxlayın ki, uşaqlar, yəni bu Sovetdən əvvəl yazılan bir hekayədir. Deməli uşaqlar, harda qalmışdıq? Gəlirik biz artıq Sovet dövründə yazılmış əsərlərinə. Sovet dövründə yazılmış əsərləri yuxarıda da sizə dedik, amma burada da yenə təbii ki, onların məzmunlarına bir yerdə sizin diqqətinizə çatdıracağıq. Yazıçının Sovet hakimiyyəti illərində yazdığı hekayələr mövcudca rəngarəngdir. Onlarda qadın azadlığı 2 əsərdə verilib. Bu əsərlər hansılardır? İki-ər və Qiyamət əsərləridir. Bu əsərlərdə qadın azadlığına toxunulub. Bəs qadın azadlığına toxunulan başqa əsər hansı idi? Bu İranda hürriyyət əsəri idi. Deməli, uşaqlar, o harda yazılmışdı? Məsələn, onu sizə bir daha göstərim ki, yadınızda qalsın. Məsələn, İranda hürriyyət əsərində şey də var idi. Nədir uşaqlar onun adı? Qəflət yuxusundan ayılan Kərbəlayı Məhəmməd Əli var idi. Uşaqlar, nəsə gözümə dəymir burada. Çox vaxtımız da getməsin. Amma yəni bayaq demişdim. Nəsə tapa bilmədim. Elə bunu demişdim də deyəsən uşaqlar. Bunu demişdim. Mənə elə gəlir ki, deməli demişdim ki, qadın faciələri, yəni İranda hürriyyət əsəri. Onu demişdim ki, qadın azadlıq istəyir, hürriyyət istəyir, yəni faciə. Baxın, elə demişdim. Aha, deməli uşaqlar, bunlar hansı dövrdə yazılmışdı? Sovetdən əvvəl yazılmışdı. Sovet dövründə yazılan isə İki-ər əsəri ilə Qiyamət əsərlərdir. Yaxşı, uşaqlar, bax, dedim sizə, bayaq izahında demişdim ki, İki-ər əsəri, yəni ruslara xas bir xüsusiyyətdir, iki-ərlilik. Qiyamət də, yəni insan iki ərin olanda nə olur? Qiyamət qopur da, başa düşürüz? Belə yadda saxlayın da uşaqlar. Birbaşa belə deyim də, niyə dağa daşa çıxırıq ki? Elə bu cür deyim uşaqlar. İnsan iki əri olarsa nə olar? Qiyamət qopar da. Və ona görə də iki-ər və Qiyamət əsərləri deməli qadın azadlığından bəhs edən əsərlərimizdir və Sovet dövründə yazılmış əsərlərdir. Deməli, siz əslində iki-ər əsərini yadda saxlasanız, Qiyamət də sizin avtomatik olaraq yadınıza düşəcəkdir. İki-ərdə necə yadda saxlayırsınız? Sovet dövründə yazıldığını necə bilirik? Ruslara xas xüsusiyyətdir. Ona görə belə yadda saxlayırsınız uşaqlar. Dilin təmizliyinin, xəlqiliyinin müdafiəsi Şeir bülbülləri əsərində və Sirkə əsərində qeyd olunubdur. Necə yadda saxlayırsınız uşaqlar? Dilin təmizliyindən demir burada, baxın. Dilin təmizliyi deyir axı, baxın. Bu sirkəni məsələn nə isə təmizləmək istəyəndə, məsələn, görərsinizsə valideynlərinizdən də görmüş ola bilərsiniz, bəlkə özünüz də istifadə etmisiniz. Nə isə bir, məsələn, tutaq da, bu bizim köynəyimizdir. Bunun üstünə bir, nə bilim, vişnə yemisiniz, ləkəsi düşüb. Bunu ananız təmizləmək üçün bunun üstünə sirkə vurur, müxtəlif dərmanlardan istifadə edir və bununla yanaşı sodalı sirkə vurduğumuz zaman da bu qabarır da burada. Mən də bilirəm ha, elə şeyləri. Burada qabarır uşaqlar. Ondan sonra da bu sirkə bunu təmizləyir. Onu demək istəyirəm ki, yəni bu köynəyimiz də çox köynəyə oxşamasa da elədir, bilinç. Nə oldu uşaqlar burada? Aha, gələk köynəyimizə uşaqlar, burdadır köynəyimiz. Deməli, onu bilmənizi istəyirəm ki, dilin xəlqiliyi, təmizliyi demir uşaqlar. Belə yadda saxlayın da, yəni sirkə. Uzun sözün qısası uşaqlar. Şeir bülbüllərində bayaq sizə demişdim, yadda saxlayın. Bürokratizm, süründürməciliyin tənqidi hansı əsərlərdədir? Deməli, Qəza müxbiri və Ucuzluq əsərlərində burada da problemlərin bədii həlləri verilmişdir. Və deyə bilər ki, verilməmişdir. Yəni belə bir şey uşaqlar verilib də. Və yaxud məsələn sual qoyar, deyər ki, Sovet dövründə yazılmış bürokratizmin, süründürməciliyin tənqidi və problemlərin həlli göstərilən əsərlər. Orada biz sizin üçün yazar Qəza müxbiri 3 nöqtə qoyar. Sonra variantlarda da başqa əsərlər, məsələn, burada Sovetdən əvvəl yazılan əsərləri götürər yazar orası üçün. Variantların birində də qoyar ucuzluq. Məsələn, burada D variantında da yazar ki, bu ucuzluq. Siz bilməlisiniz ki, Ucuzluq əsəri Qəza müxbiri əsəri ilə eyni mövzuda yazılmış əsərlərdir və bunlar bürokratizmin, süründürməciliyin tənqididir, problemlərin bədii həlli də burada verilibdir. Yəni belə uşaqlar, yəni düşə biləcək sual tiplərini
düşünüb bunları sizə bildiririm. Artıq demək olar ki, 25 dəqiqədə izah edirik. Yəni daha qısa eləmək olardı təbii ki. 15 dəqiqəlik izah eləmək olardı. Sadəcə mən eyni şeyləri bir neçə dəfə deyirəm ki, uşaqlar sizin yadınızda qalsın. Çünki mən bilirəm ki, yaradıcılığa bəzi uşaqlar ciddi yanaşmırlar və yaxud nəsə də oxumaq istəmirlər, çətinlik çəkirlər. İnsanın gözünə durur ki, yaradıcılığı necə öyrənəcəm? Ona görə bir neçə dəfə təkrarlayıram ki, uşaqlar yadınızda qalsın. Yaradıcılıq mütləq də yaradıcılıqdan, yəni minimum 2 sual düşür. Yaradıcılıq düşür. Ortaq fərqli xüsusiyyət düşə bilər yaradıcıların, yazıçıların, nə bilim bu tip şeylər, yəni əsərlərin mövzu oxşarlıqları düşə bilər. Yəni məzmun oxşarlığı düşə bilər, yazıldığı tarixi dövr düşə bilər. Belə bir şeylər düşə bilər uşaqlar. Aha, deməli ədəbiyyatımızın zəngin ənənələrindən, deməli biraz burada dəyişikliklərdən istifadə eləyək. Belə, bu da belə. Aha, bax görək necədir uşaqlar, qəşəngdir. Sizlər kimi. Deməli uşaqlar, ədəbiyyatımızın zəngin ənənələrindən Sultan Bəhrəlinin yazdığı qiymətli dramaturji irsi vardır. Bu dramaturgiya dərin ictimai mənasına, mühüm problemləri əhatə etməsi, parlaq realizmi və orijinal bədii keyfiyyətləri ilə seçilir. Yaşadığı zamanənin ictimai eyblərini, ziddiyyət və konfliktlərini hərtərəfli qavrayan sənətkar dramatik əsərlərində məharətlə əks etdirməyi bacarmışdır. Bir tərəfdən təsirli satira, sarkazm, digər tərəfdən komizm, gülüş bu əsərlərin ideya məzmunu əsasında dayanır. Faciəvilik yazısının komediyalarının ruhuna hopmuş, onlara fərqli rəng çalar vermişdir. Dramatik əsərlərin əksəriyyətinin deməli tragikomediya adlanması da məhz bundan bağlıdır. Müəllifin ilk qələm təcrübəsi Çay dəstgahı əsəri olmuşdu və bu əsər nəzmlə yazılmış allegorik bir əsərdir. Deməli, yazıcı Çay dəstgahı və Kişmiş oyununu çap etdirə bilməmişdir. Bu əsərlərini çap etdirə bilmir. Deməli, Kişmiş oyunu həm dram əsəri, həm hekayəsi vardır. Bu əslində sizin üçün çox da vacib deyil, amma deyirik. Məşhur Ölülər tragikomediyası bu əsərlərdən xeyli sonra, yəni 1909-cu ildə çap olunmuşdur. Ölülər müəllifi ömrü boyu düşündürmüş, narahat etmiş ciddi problemin, yəni fanatizmin, cəhalətin törətdiyi bəlaların əleyhinə yazılmış əvəzsiz sənət əsəri idi. Əsərdə İskəndər Şeyx Nəsrullah xətti Cəlil Məmmədquluzadəyə mənəvi əsarətin acı təzahürlərini, aydın vətəndaş ziyalı mövqeyinin çətinliklərini və üstünlüklərini göstərməyə imkan vermişdir. Bədii həlli verilən problem və konflikt baxımından Ölülər deməli dramaturgiyamızın ən dəyərli nümunələrindəndir. Fərqli mövzularda yazılmış digər dramatik əsərlərdə də yazıcı diqqəti həlli vacib olan ciddi həyati problemlərə yönəltmişdir. Bədnam qonşuların xəyanətindən doğan böyük faciələr Kamança əsərində uşaqlar. Bədnam qonşular deyəndə burada kimi nəzərdə tutur sizcə? Ağlına gələnlər və yaxud da əvvəl oxuduğundan bilənlər olacaq, Erməniləri nəzərdə tutur uşaqlar. Bədnam qonşu kim olar başqa? Və yaxud da xəyanətkar kim olar? Ermənilər olar. Onların xəyanətindən doğan böyük faciələr Kamança əsərində qeyd olunur və bu Kamança əsəri uşaqlar deməli, belə yadda saxlayın da, məsələn, ola bilər ki, internetdə qarşınıza çıxır ki, məsələn, bizim bir mahnıdır. Ermənilər həmin ermənilərin toyunda o mahnıya bənzər, yəni çox oxşar bir mahnı oxunur və biz də orada deyirik ki, bizim mahnımızı oğurlayıblar. Başa düşürsüz? Yəni kamança da bizim milli musiqi alətimizdir də. Ermənilərin də məşğuliyyətləri oğurlamaqdır da, onun bunun malına sahiblənməkdir. Yəni kamançanı da oğurlayıblar. Xəyanət məsələn burada bax nə deyir? Deyir ki, Bədnam qonşuların xəyanətindən doğan faciələr. Yəni kamançanı oğurlayıblar. Bu cür düşünün də uşaqlar. Yəni əsərin adı Kamança. Mövzusuna görə deyirəm, yadınızda saxlamağınız üçün. Aha. Bundan sonra müstəmləkə zülmü altında xalqın yad elli və yerli ağaların qapazaltısı olması maarifçiliyin milli zəmində inkişafı Danabaş kəndinin məktəbi əhvalatındadır. Uşaqlar, Danabaş kəndinin məktəbi deməli o necə soruşum sizdən, ya da soruşmayım özüm deyim. Uşaqlar, bu dram əsəridir. Bəs uşaqlar, Pavest hansı idi? Pavest bu məktəb olan dramdır. Uşaqlar, Pavesti sizə demişdim ki, əhvalatı, Danabaş kəndinin əhvalatı olan əsər isə bizim deməli uşaqlar, yadımdan çıxdı. Tragikomediya idi uşaqlar. Dilim dolaşdı lap. Pavest deyə uşaqlar, üzr istəyirəm çoxlu dərəcədə. Biraz yorğunam, məsələn, saata da baxa bilərsiniz 00:14-dür.
Bəli, uşaqlar, povestdir. Hətta mən bura yazmışam povest. Bura povest yazmışam, amma yazdığımı belə özüm görmürəm artıq. Yorğunam, üzr istəyirəm. Aha, cəmiyyətin əqidə, əməl, əxlaq dünyasının təhlili burada verilmiş bir əsər var. Bu da Dəli Yığıncağı əsəridir. Uşaqlar, necə yadda saxlayırıq? Bu trajikomediyadır. Uşaqlar, necə yadda saxlayırıq? Deməli, əqidə, əməl, əxlaq. Bunlar üçü bir yerdə bu yığıncaq olur da, düzdür? Bu dəli sözündə bir yerdə yad saxlayın. Yəni dəli yığıncağı. Bu üçü bir yerə yığılıbsa olur yığıncaq. Düzdür? Bu üçü bir yerdəki oldu yığıncaq, bu dəli yığıncağı. Belə yad saxlayın uşaqlar. Artıq çox az bir qismi qalıb. Hüseyn Cavid yazıcılığımız gəlir və bizdə bura qalıb yalnız uşaqlar. Yalnız bura qalıb. 30 dəqiqədir izah edirik. Hansısa izahımız yəqin ki 40 dəqiqəlik bir izah olacaq. Ümumi sizdən sonda bir təkrar da keçmək istəyirəm sizdən bir yerdə. Çünki uşaqlar oxumaq lazımdır. Ona görə. Deməli. Bəli. Sovet gerçəkliyinə tənqidi münasibət onun deməli münasibət onun dramaturgiyasında əksini tapmış mühüm məsələləridir. Sovet gerçəkliyinə tənqidi münasibət pyesində qeyd olunubdur. Uşaqlar burada, yəni ər-arvad mənasını yazmayıb, burada igid mənasını burada qeyd olunub baxın. İgid mənasındadır. Yəni igid mənasında deyir ki, çünki Sovet gerçəkliyinə tənqidi münasibəti kimlər göstərə bilərdi? İgid insanlar, qoçaq insanlar, cəsarətli insanlar, başa düşürsüz uşaqlar. Buna görə də yəni qoyub da bunun adını, yəni igid. Yəni tarix oxuyanlar bunu bilər. Ən azından ədəbiyyat oxuyuruq da uşaqlar bunu bilməliyik. Yazıçının yaradıcılığının böyük bir qismini publisistik əsərlər. Publisistik əsərlər nəyə deyilir? Baxın uşaqlar burada yazmışıq. Qəzet və jurnalda publisistik məsələn uşaqlar, bizdə üslublar var da, publisistik üslub var, bədii üslub var. Publisistik üslublar nədir? Qəzet jurnalların dilləri deyil. Belə saxlayın da uşaqlar. Yəni asandır əslində, çox asandır. Sadəcə yəni bir neçə dəfə izaha baxmağınız, özünüz təkrar eləməyiniz, ən azından kitabı açıb üzdən oxumağınız kifayət eləyəcəkdir. Yəni bu tip şeyləri öyrənmək üçün. Sadəcə izahımıza tam da qulaq versəniz, tam fikrinizi bura yönəldib izahı dinləsəz, uşaqlar, inanın ki, öyrənəcəksiniz onu. Yəni sizdən istədiyim yalnız şey odur ki, məsuliyyətli olasınız dərslərimizə qarşı. Yəni bunları öyrənəsiniz də. Bunun başqa bir yolu yoxdur. Yəni biz imtahan verəcəyiksə, bizim xəyalımız, arzumuz, diləyimiz varsa, uşaqlar bizim çatmaq istədiyimiz bir nöqtə varsa, biz çalışmalıyıq. Yəni biz ya elə, ya da belə məqsədimizə çatmalıyıq. Başa düşürsüz? Biz özümüz üçün bir məqsəd qoymuşuq. Bu nöqtəni burada biz qeyd eləmişiksə, biz harda oluruq olaq, istəyirik biz buradayıq, biz gəlib bura çatmalıyıq uşaqlar. Bizim yolumuz nə qədər enişli, yoxuşlu olsa da, çətin olsa da, biz yorğun olsaq da, indi bilmirəm kim hansı şəraitdə baxır mənim izahıma uşaqlar. Bəlkə də kimsə ağlaya-ağlaya baxır. Çünki uşaqlar, mən özüm də abituriyent vaxt o günlərdən keçmişəm. Gecə 4-də ağlaya-ağlaya riyaziyyat izahlarına baxırdım. Yəni düzdür, o fənni sevmirdim, öyrənmək mənə çətin idi, öyrənə bilmirdim. Ona görə yəni mənə bu qədər ağır gəlirdi. O çətin şəkildə öyrənirdim. Yəni mən istəmirəm sizin üçün ədəbiyyat elə ağlayaraq öyrənəcəyiniz bir fən olsun. Sadəcə uşaqlar, heç kəsin şərtləri eyni deyil. Həyat şərtləri hər kəsə eyni davranmır. Yəni hər kəs bir düşüncədə ola bilir. Hər kəs bir həyatda bir şeylə qarşılaşaraq, bir hekayədə yaşayaraq izləyir də bizi, başa düşürsünüz uşaqlar. Yəni demək istəyirəm ki, hal-hazırda həyatınızda hansı şərtlər olur olsun, həyatınızda hal-hazırda nə yaşanır yaşansın uşaqlar. Yəni bu dəstənizə tam şəkildə təsir etməməlidir də, başa düşürsünüz uşaqlar. Yəni istəyirəm ki, oxuyasınız da, başa düşürsünüz. Bunu bəlkə də indi 10-cu sinifsizsə bəlkə çox da dərk eləməzsiniz. 11-sizsə 11-in son dönəmləri bəlkə də imtahandan əvvəl sonuncu dəfə bu izaha baxırsınız. Yəni nə bilim, bəzən ola bilər ki, 10-cu sinifə təzə başlamısınız, ilk dəfə bu izaha baxırsınız. İstəyirəm daha da ümidli olasınız. İstəyirəm daha əzmlə çalışasınız. Məqsədiniz üçün uşaqlar yeriməyəsiniz, uşaqlar qaçasınız. O məqsədə çatmaq üçün, yəni əlinizdən gələn hər nə varsa uşaqlar bu yolda qoyun. Çünki inanın, məqsədə çatdıqda insan hər şey, yəni gözündə itir ki, nə bilim, yuxusuz gecələrdir, çətinlik çəkməklərdir, nə bilim də, bir çox şeylər uşaqlar, yorğun şəkildə ola bilər, baxarsınız bu izaha. Ondan hər biri qalır kənarda. Deyirsən, yaxşı ki, o günlər olub ki, mən gəlmişəm, bu gün mən bu məqsədimə burada çatmışam, mən bu gün qazanmışam. Başa düşürsünüz uşaqlar? O
ümumiyyətlə tutaq da, indi biz blok fənnindən danışırıq. Blokun cavabları çıxır, baxırsınız ki, o fəndən nə qədər toplamışam, açıq sualıma nə qədər bal veriblər, ümumi topladığım bal nə qədərdir. Sizi qane elədiyi zaman o qədər xoşbəxt olursunuz ki, inanın. Yəni həmin vaxtda uşaqlar o xoşbəxtliyi, yəni arzu eləyirəm ki, özünüz yaşayıb görəsiniz də. Ona görə də uşaqlar, yəni ümid eləyirəm ki, əzmlisiniz, ümid eləyirəm ki, çalışırsınız. Və bunları boş bir söz kimi, söz yığını kimi qəbul eləmənizi istəmirəm. Bəzən uğur kitablarında yazırlar, boş söz yığınları, indi qalx, hərəkət elə. Yəni boş bir motivasiya ilə heç nə olmur uşaqlar. Motivasiya 5 dəqiqə, 10 dəqiqə, uzağı bir gün çəkir. Heç vaxt motivasiya ilə ucala bilmir insan. Siz disiplinli olmalısınız. İnsanın həyatda ilk özündə bacarmalı olduğu şey disiplindir. Uşaqlar, biz disiplinli olmasaq, əldə edə bilmirik. İnanın, motivasiya bizə heç nə vermir. Motivasiya bir neçə saniyəlik, dəqiqəlik, bir neçə günlük ola bilər, uzaq uşaqlar. Motivasiya insanı heç yerə aparmır. Disiplinli olun, daha çox çalışın, bilmədiyiniz hər şeyi bizdən soruşun. Bu videonu inşallah ki, yüklədiyimiz zaman bizdə rəylərdən yazın, soruşun. Hər nəyi bilmirsinizsə uşaqlar, bunu soruşmaqdan çəkinməyin. Yəni o qədər istəyirəm ki, nəticələriniz yaxşı olsun. İndi izaha baxanlar, yəni mənim şagirdim olmaya da bilərlər. Yəni mən sadəcə onu istəyirəm ki, bir faydam toxunmuş olsun da sizə uşaqlar. İstəyirəm oxuyasınız. Başa düşürsüz? Yəni bu qədər danışığımı son bir cümlə ilə onu tamamlaya bilərəm. Ümumi bir konspekti onu deyə bilərəm ki, istəyirəm ki, savadlı olasınız uşaqlar. İstəyirəm ki, oxumuş olasınız. Nəysə uşaqlar, belə emosiyaya çox qapıldıq deyəsən. Davam eləyək, hə uşaqlar. Ümid eləyirəm ki, hər şey yaxşıdır həyatınızda uşaqlar. Yəni dediyim kimi, hər kəsin şərtləri həyatda eyni deyil və bu videonu necə izlədiyinizi, harda izlədiyinizi, hansı fikirlərlə, emosiyalarla izlədiyinizi də bilmirəm. Davam eləyək uşaqlar, davam eləyək. Publisistik əsərlər deyirdik sonuncu dəfə. Bunlara qəzet və jurnallarda dərc olunan əsərləri daxildir və buna Molla Nəsrəddin jurnalında müxtəlif qəzetlərdə onun yüzlərlə felyetonu, publisistik məqalələri çap olmuşdu. Əksəriyyəti satirik məzmunda olan bu yazılarda zəhmət adamının məişət çətinlikləri, cəmiyyətdə mövcud olan ciddi ictimai problemlər, mühüm beynəlxalq məsələlər doğru dürüst şəkildə obyektiv mövqedən işıqlandırılmışdır. Məhz buna görə də yazıçının publistikası deməli ədəbi və ictimai fikrin inkişafında əhəmiyyətli rol oynamışdır. Satirik məqalə nə deməkdir? Burada qeyd eləmişik uşaqlar, onun yazdığı felyetonlar. Deməli, onun publistikasına nələr daxildir? Fanatizmi, mövhumatın, ətalətin başalıb getməsi, ictimai inkişafa mane olması, Molla Nəsrəddinin cavab əsəridir, Qəbirdən məktub və baş əsərləridir. Uşaqlar, necə yadda saxlayırıq? Məsələn, burada fanatizm deyəndə necə eləyək? Uşaqlar, necə sizə bunları nəzərinizə çatdırım. Deməli, molla sözünə baxın uşaqlar, Nəsrəddini qoyaq da kənara. Molla sözü, bəzi mollalar, yenə dediyim kimi dırnaqarası mollalar, həqiqi din alimlərinə təbii ki, aid eləmirik bunları. Dırnaqarası mollalar fanatik ola bilirlər bəzən, başa düşürsünüz? Yəni qatı, çox qatı, mühafizəkar, hər şeyə yox deyən, hər şeyi pis hesab eləyən, sadəcə yəni bir qara zülmət olan insanlar da, başa düşürsünüz? Bunlara biz deyirik fanatiklər. Və bu fanatik mollanı bunu yadda saxlaya bilərsiniz. Yəni dediyim kimi din anlayışı, yəni o mənaya gəlmir. Amma yəni bunu yanlış şəkildə təbliğ edən insanlar da var. Mövhumatı nə eləyə bilərik? Uşaqlar, mövhumat, qəbirdən məktub. Ya qəbirdən məktub gələ bilər uşaqlar sizcə? Xeyr. Yəni insanlar bəzən elə xurafatlara, elə mövhumatlara inanırlar ki, yəni heç lazım olmayan, məsələn deyirlər, ayağına süpürgə dəydi, nə bilim, pəncərə qabağında oturmaq, qaşığın düşməsi ilə qonağın gəlməsi. Bu kimi şeylərə, bu tip şeylərə inanan insanlar təbii ki, var da, hər birimizin ailəsində ən azı bir nəfər var. Yəni belə şeylərə inanan insanlar var. Yəni qəbirdən məktubun gələcəyinə inanan insanlar da yəqin ki, bu cür istəyirəm də əlaqələndirəsiniz. Yəni mövhumat, qəbirdən məktub, baş əsərini də uşaqlar necə yadda saxlayaq? Baş. Başı da ətalətlə bir yerdə uşaqlar yadda saxlayın da. İndi onun üçün kod fikirləşəcəm. Tapdığım zaman mütləq rəylərdə sizin üçün qeyd eləyərəm. İndi ağlıma gəlmir. Saatımızda bilirsiniz də belə. Ona görə də ağlıma gəlmir indi. Tapsam mütləq rəylərdə sizin üçün kod şəklində qeyd eləyərəm onu. Çar Rusiyasının dinə münasibəti, ikiyüzlü mövqeyi və müstəmləkə siyasəti,
Hansı əsərlərdə görürük bunları? Məzhəb azadlığı, missionerlər və din məsələsi əsərlərində. Bu felyetonlarda xüsusi diqqət yetirilən məsələlərdəndir. Felyetonu bayaq biz necə gördük uşaqlar, baxın, satirik məqalə. Yəni bir adı da satirik məqalə halında məsələn verə bilər. Sualda yazar ki, satirik məqalələrinə daxildir və s. Yəni nə deməkdir? Felyeton deməkdir uşaqlar. Felyetonlar da bunlardır. Deməli, necə yadda saxlayırıq uşaqlar? Deyir ki, Çar Rusiyasının dinə münasibəti ikiyüzlü mövqeyi, məzhəb azadlığı. Məzhəb sözü varsa din. Belə yadda saxlayın. Missionerlər, missioner elə yəni buradan belə bir şeylə yadda saxlayın. Din məsələsi elə din sözü var tərkibində. Yəni uşaqlar bunları yadda saxlamaq çətin deyil. Bunlar asandır. Ümumiyyətlə Cəlil Məmmədquluzadə, bundan başqa Səməd Vurğun, onların yaradıcılıqları nisbətən asandır. Aha. Sonra uşaqlar. Artıq zəhmimizin sonuna gəlmək üzrəyik. Bayaq demişdim 40 dəqiqə artıq. Burada baxaq. Deməli 42 dəqiqə falan olacaqdır. Yəqin ki, və yaxud 45 dəqiqədə ola bilər zəhmimiz. Onun müxtəlif illərdə yazdığı məqalələr var idi. Sizi deyib gəlmişəm, niyə məni döyürsünüz felyetonlarda qaldırılan problemlərlə yaxından səsləşir və maraqla qarşılanırdı. Böyük əks-səda doğurmuş Azərbaycan Cümhuriyyət məqaləsi isə millətin və ölkənin taleyi ilə bağlı yazıcının demokratik mövqeyini əks etdirirdi. Publisistik yaradıcılığını Sovet hakimiyyəti illərində davam etdirən ədib tərəqqi inkişaf naminə nöqsanları tənqid yolunu davam etdirmiş, beynəlxalq mövzuda da kəsəri felyetonlar yazmışdır. Yəni beynəlxalq mövzuda yazıbdır. Uşaqlar, onun müxtəlif illərdə yazdığı məqalələrə sizi deyib gəlmişəm. Yəni məqalələrə nələrə aiddir daxil uşaqlar? Sizi deyib gəlmişəm, məni niyə döyürsünüz? Yəni ya da niyə məni döyürsünüz? Qaldırılan problemlər yaxından səsləşir, maraqla qarşılanır. Böyük əks-səda doğurmuş olanlar var. Azərbaycan və Cümhuriyyət. Uşaqlar necə yada saxlayırsınız? Zaten Sovet dövründə sən Azərbaycan sözünü dilə gətirirsənsə, bu böyük bir əks-səda doğuracaqdır. Düzdür, Cümhuriyyəti dilə gətirirsənsə, bu əks-səda doğuracaqdır. Yəni uşaqlar, bunu deməli böyük əks-səda doğurmuş əsərlərdir, məqalələrdir. Bundan başqa millətin, ölkənin taleyi ilə bağlı yazıcının demokratik mövqeyini də əks etdirən əsərlərdir. Deməli uşaqlar, Cəlil Məmmədquluzadə yaradıcılığı bura qədərdir ümumi. Sizin üçün qısa bir təkrar keçmək istəyirəm, çox qısa keçmək istəyirəm. Aha. Deməli uşaqlar, Cəlil Məmmədquluzadə lirik növdə yazmamışdı, epik və dramatik növlərdə yazmışdı. Bundan başqa uşaqlar hekayə, povest yazıbdı, tragikomediya, dram yazıbdı. Hekayələri Sovetdən əvvəl yazdıqları var, bir də Sovet dövründə yazdıqları var. Bunları təkrarlayırsınız mütləq. Bundan başqa Sovet hakimiyyəti illərində yazdığı hekayələr var. Bu 2 əsəridir. Bundan başqa uşaqlar, deməli onun dramatik növdə yazdıqları hansılardır? Tragikomediyaları bunlardır, dram əsərləri bunlardır. Bunlar sizə dedim, bu məsələn Çay dəstgahı alleqorik bir əsərdir. Sonra povesti var idi. Povest uşaqlar, deməli Danabaş kəndinin əhvalatlarıdır. 1894-də yazılıb. Bəs Danabaş kəndinin məktəbi nə idi? O dram əsəri idi. Bəli uşaqlar, dram əsəridir. 1921-ci ildə yazılmış bir əsərdir. Yazıcı həm nəzm, həm nəsrlə yazıbdır. Lirikdə yazmayıb sizə dediyimiz kimi. Mənzum dramaturgiyanın banisidir. İlk tragikomediyanın müəllifidir. Bundan başqa uşaqlar bunların ikisini sizə demişəm, öyrənin, təkrarlamıram təzədən. Sonra Danabaş kəndinin əhvalatları əsəri var, ciddi problemlər əks olunubdur. Orada dedim, qrupları izah elədim uşaqlar, diqqətlə həmən hissələrə əgər başa düşmədiyiniz yer varsa yenidən baxın. Yenə nəyisə qaranlıq qalsa mütləq yazın. Aha, sonra uşaqlar nə qaldı? Qadın azadlığı ilə, qadının faciələrlə dolu həyatından burada hansı əsərlərdir? Bu əsərlərdir uşaqlar, bunların kodlarını demişəm sizə, bunları əzbərləyirsiniz. Sovet dövründə yazılmış olanlar hansılardır? İçərlə qiyamət uşaqlar, bunlar nədən bəhs eləyir? Qadın azadlığından danışır. Sonra şeir bülbüllər, sirkə var, dilin təmizliyi, xəlqiliyi, uşaqlar bunlardır. Cəza müxbiri, ucuzluq var. Bunların kodlarını demişəm sizə. Uşaqlar nə qaldı? Ölülər dramaturgiyamızın dəyərli bir nümunəsidir. Ölülər əsəri. Yazısını çap etdirə bilmədiyi əsərləri var. Hansı əsərlərdir? Uşaqlar Çay dəstgahı və Keçmiş oyunu əsərləridir. Və bir əsərimiz var idi uşaqlar, hansı ki, bədnam qonşuların xəyanətindən doğan böyük faciələr bu Kamança əsərindədir. Pyesdir. Deməli uşaqlar bunun da deməli əhvalatını sizə danışmışam. Bilməyənlər yenidən qayıtsın, baxsınlar. Dəli Yığıncağı əsəri var uşaqlar. Əqidə, əməl, əxlaq üçü bir yerdə olsa Dəli Yığıncağı olur. Yəni artıq yəni belə. Ümid edirəm ki, yadınızda qalır. Ər sözü mənasını dedim, igid deməkdir uşaqlar. Burada ər-arvad mənasına verilməyibdir. Deməli
Satirik məqalə, felyeton deməkdir uşaqlar. Publisistik əsərlər, yəni qəzet və jurnallarda qeyd olunan əsərləridir. Cəlil Məmmədquluzadə satirik mövzuda yazıbmı? Bəli, yazıbdır. Ondan sonra bax, burada uşaqlar fanatizmin, mövhumatın, ətalətin başa alıb getməsi. Ilə baş alıb getməsi bu baş əsərinə uşaqlar belə yada saxlayın da. Ətalətin baş alıb getməsi bu baş əsərinə yada saxlayın. Qəbirdən məktubu dedim mövhumatdır uşaqlar. Molla Nəsrəddin Zavabı molla da fanatik olur, fanatizm. Yəni belə uşaqlar belə yada saxlayırsınız. Çar Rusiyasının dinə münasibəti uşaqlar, bunlarla daha çox asandır. Bunları öyrənəcəksiniz ümid edirəm və bundan başqa böyük əks-səda doğurmuş Azərbaycan və Cümhuriyyət məqalətlərdir uşaqlar. Bunlarda yəni bildiyimiz kimi yazısının demokratik mövqeyini əks etdirən əsərlərdir. Belə uşaqlar, ümid edirəm ki, sizin üçün anlaşılıqlı oldu. Yəni aydın oldu. Bizim şagirdlərimizdən və yaxud da bizim şagirdimiz olmasanız belə aşağıda rəylərdə qeyd edə bilərsiniz. Bundan başqa əlaqə nömrəsi qeyd eləyəcəyik. Ora yazıb əgər istəyirsinizsə, məsələn bu hissələrdə tutaq, bu hissələri öyrənmək üçün istəyirsinizsə, bunları sizə yönləndirə də bilərik. Belə uşaqlar yazıb, yəni hər hansı istəyiniz varsa qeyd eləyə bilərsiniz bizə. Ümid edirəm izahımız sizin üçün aydın oldu. Belə uşaqlar, hələlik.